Salam uşaqlar. Bu dərsimizdə 16 noyabrda, yəni bugün keçirilən OTK sınaq imtahanının riyaziyyat suallarının izahını sizlərlə paylaşmaq istəyirəm. 11-ci siniflər üçün olan sınaqdır. Deməli, birinci sualda, 31-ci sualda ABC üçbucağı verilib. BH AC-yə perpendikulyar. Nəysə, verilənlər yazı ABY YBC-yə bərabərdir. ABY bucağı YBC bucağına bərabərdir. Həmçinin bucaq A 70 dərəcə, bucaq C 60 dərəcədir. HBY bucağını istəyir bizdən. Bu bucağı, bu buranı istəyir. Deməli, bilirik ki, bucağın bucaqlar cəm 180-dir. 60-dan 70, 130. Ümumi B bucağına qalır 50 dərəcə. Ümumi B bucağı 50 dərəcədir. Bu da tənbölən olduğu üçün BY. Deməli, bura 25. Bu tərəfə də ümumilikdə 25 dərəcə qalır bu hissəyə. İndi bura 25'dir, bura 60'sa biz bilirik ki, burayı deyir 85 dərəcə. Çünki üçbucağın bu BYS üçbucağının xarici bucağı, xarici bucaq özünə qoşulmayan daxili bucaqların cəmidir. 85, burada 90'dırsa, deməli x-ə qalır 5 dərəcə. Cavab D variantı. Keçsallıq növbəti suala. 32-ci sualda deyir 15 üstü n ədədinin natural bölənlərinin sayı 25'dir, n-i tapın. 15 üstü n nə deməkdir? 3 üstü n vur 5 üstü n. Əvvəlcə biz bilirik ki, natural bölənləri tapmaq üçün sadə vuruqlara ayırıq. Sadə vuruqlara ayrılandan sonra üstlərə qüvvətlərin hər birinə bir vahid gəlirik. Vuruq bir-birinə olur 25. Belə çıxır ki, n plus 1 5'ə bərabərdir. Burada n alırıq 4. Keçsallıq növbəti suala. Növbəti sual 33-cü sualda deməli belə bir kök verilib. Bu ifadəsinin qiyməti soruşulur. Siz belə eləyə bilərsiniz, fikir verirsə birinci kökün dərəcəsi 8, ikincidə 4-dür. Dərəcələri bərabərləşdirə bilərsiniz. Yəni ikincini bunu kvadrata yüksəldib bərabərləşdirə bilərik və yaxud da bunu kök 5 çıx kök 3-ün kvadratı kimi yazıb həll edə bilərik. İndi kimisinə belə rahat olur, kimisinə o biri cür rahat olur. Amma biz bilirik ki, deməli 8 minus 2 kök hatta 15 bərabərdir 8 çıx 2 vur kök 15'i kök 5 vur kök 3 kimi yazsam, yəni bir növ 2AB. Bu da 8 olacaq A kvadrat plus B kvadratın yerində düsturdur bu, yəni müxtəsər düsturlarına görə kök 5 çıx kök 3'ün kvadratıdır. Çünki kök 5'in kvadratı 5 edir, kök 3'ün kvadratı 3 edir, kvadratlar cəmi 8'i verir, hasının da iki misli var. Ona görə biz bunun əvəzinə yazırıq kök 5 çıx kök 3'ün kvadratı. Birinci. Bu 2 ilə də 8'i ixtisar etsək, qalacaq 4-cü dərəcədən kök 5 çıxaq kök 3. Və biz bunu digər kökə vurmalıyıq. Vuranda da bilirik ki, dərəcələr 4-cü dərəcə olduğuna görə bir kökdə yaza bilərəm. Kök 5 çıx kök 3'ü vururuq kök 5 üstə gəl kök 3'ə. Bir kökdə yazıram. Bu da bərabərdir A kvadrat çıx B kvadrat düsturundan görə kök 5'in kvadratı 5 edir, kök 3'ün kvadratı 3 edir. Çıxanda cavab 4-cü dərəcədən 2 qalır. Y variantı. Keçsallıq növbəti suala. 34-cü sualda Euler-Venn diaqramına görə iştiraklanmış hissə hansı çoxluğa uyğundur? Burada baxırsınızsa, deməli B ilə C-nin müəyyən hissələri A ilə kəsişib. Bunu belə götürə bilərik ki, B ilə C-nin birləşməsi, C variantı, B ilə C-ni birləşdirib A ilə kəsişən hissəsini götürür. Yəni B ilə C-ni bir yerə yığandan sonra A ilə kəsişən hissələri bu iştiraklar olacaq. O da cavab C variantıdır. Keçsallıq növbəti suala. 35-ci sualda deyir ki, tənliyinin köklərindən biri 3'dür, tənliyin digər kökünü tapın. Bilirik ki, əgər köklərdən biri 3'dürsə, ümumiyyətlə bu tənliyin burada n-i tapa bilərik, n-i tapmadan da yazmaq olar. Bilirik ki, çevrilmiş kvadrat tənlikdə x kvadrat plus px plus q tənliyində bərabərdir 0. Düzürsə, buram səliqəli yazım. Plus q bərabərdir 0 tənliyində x1 vur x2 bizə q-nü verir. Bu tənliyə də biz onu tətbiq edə bilərik, n-i tapmadan. Yəni, hər tərəfi 2'yə bölsəm, x kvadrat çıx m böl 2x çıx 2-də 9 bərabər 0 alaram. Və köklərin hasili mənfi 2-də 9'a bərabər olduğu üçün yazıram
x1'i 3 veriblər. Olur 3 vur x2 bərabərli mənfi 2-də 9. Buradan x2'ni alırıq. 3 ilə mənfi 9 ixtisar edir. Qalır mənfi 2-də 3. Yəni mənfi 1,5. Digər kök mənfi 1,5. Yəni eni tapmadan da bunu həll edə bilərik. Və yaxud da 3'ü yerinə yazıb eni tapıb sonra diskriminantla digər kökü tapa bilərik. Davam edirik növbəti sual. 36-cı sualda deyir ki, 2 rəqəmli ədədin rəqəmlərinin cəmi 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm təkliklərini göstərən rəqəmin 50%-nə bərabər. 2 rəqəmli ədəd olsun AB. Təklikləri göstərən rəqəm B-dir. Təkliklərini göstərən deyil, onluqlarını göstərən rəqəm təkliklərini göstərən rəqəmin 50%. Yəni A B-nin 50%-dir. A B-nin 50% nə deməkdir? Yəni A bərabərli B bölü 2-dir. Buradan alırıq B bərabər 2A. Həmçinin bir də rəqəmlərin cəmini 12 vermişdi. Yəni A plus B 12-dir. Buradan deməli B-nin əvəzinə bu 2A-nı yerinə yazsam A plus 2A olur 12. 3A bərabər 12. A-nı alırıq 4. A 4-dürsə 2 dəfə də 4-ün eləyir. B də eləyir 8. Deməli ədəd olur 48. Keçid alaq növbəti suala. 37-ci sualda bu şəkil verilib və bunlar toxunanda AY və AD bizə bu bucağı 75 verib və DAY alfanı istəyir bizə. Biz bilirik ki, əgər bura 75-də bu qövs, bu bucaq daxilə seçmiş bucaq olduğu üçün qövs onun 2 misli olur, yəni 150 dərəcə olur. Və həm də bilirik ki, iki toxunan arasında qalan qövslə, bu hissəsi ilə bu alfanın cəmi 180-dir. Ona görə alfaya qalır 30 dərəcə. Cəsallıq növbəti suala. 38-ci sualda bu ifadəni sadələşdirmək tələb olunur. Deməli, biz yuxarıdan A kubun ortaq vuruq çıxara bilərik. Qalacaq belə. Məxrəzdəki ifadəyə fikir versəz, məxrəzdəki ifadə kublar cəmi düsturudur. Deməli, birincinin kubu A kubu, üstə gəl, ikincinin kubu 1 bölü A kubu. Kublar cəmi nasıllaşır? İndi biz neyniyək? Burada süət məxrəci A kubuna vuraq ki, işimiz rahat olsun. Buranı da vururam, buranı da vururam. Deməli, nə olacaq? Yuxarıda olacaq A üstü 6, A kubuna vuraq. A üstü 6, üstə gəl 1. Məxrəcə də vurub açsaq, buranı A kubuna edir A üstü 6. A kubun 1 bölü A kubuna da buranı da vurub açanda ixtisar gedəcək, qalacaq 1. Bu da bərabər. Bunlar ixtisar gedir, cavab qalır A üstü 6. D variantı. Keçid aldıq növbəti 39-cu suala. 39-cu sualda deməli x-2 sayda işçi bir işi 12 saata, bu sayda işçi həmin işi eyni məhsuldarlıqla 18 saata yeni. Deməli x-2 sayda adama neçə uyğundur? 12 saat uyğundur. x-6 sayda adama 18 saat uyğundur. Biz buradan tənasüb kimi baxsaq, deməli mütənasibliyə baxsaq, bunlar tərs mütənasib cəmiyyətlərdir. Çünki bilirik ki, adam işçi sayı ilə saat tərs mütənasibdir. Çünki işçinin sayı çoxalanda vaxt azalır. Tərs mütənasib cəmiyyətlərdə hasil bilir ki, yanaşı vurulur. Ona görə yazacaq 18 vuraq x-6 bərabər 12 vuraq x-2. Və buradan ixtisarları aparsaq, 18 ilə 12 gedir 6-ya. Burada 3 qalır, burada 2 qalır. 3'ü vuraq açaq mötərizəyə 3x-18, 3'ü bura vuranda. Bərabər 2 vur x-2 edir 2x-4. Buradan x-i alırıq 14. Və bizdən x-i soruşurdu, cavab olur 14. Keçid aldıq növbəti suala. Növbəti sual 40-cı sualdır. 40-cı sualda bizə belə bir kəsir verilib. Bu hasil istənilir. Bilirsiniz ki, 1 minus 4'də 1 nə deməkdir? 1 minus 2'də 1, 1 plus 2'də 1. 1 minus 9'da 1 nə deməkdir? 1 minus 3'də 1, 1 plus 3'də 1. Eləcə də 1 minus 16'da 1 nə deməkdir? 1 minus 4'də 1, 1 plus 4'də 1. Bu formada vuruq davam edir və sonuncu 1 çıx 15'də 1, 1 plus 15'də 1. Bunlar da bilirsiniz də niyə belə yazılıb? Bu
1'in kvadratı çıx 2'də 1'in kvadratıdır. Müxtəsər bölmə düsturudur. 1'in kvadratı çıx 3'də 1'in kvadratı. Bu ünvandan davam edir. İndi 1'dən 2'də 1 çıxanda qalır 2'də 1. 1'in üstə 2'də 1 gəlində eləyir 2'də 3. 1'dən 3'də 1 çıxanda olur 3'də 2. 1'in üstə 3'də 1, 3'də 4. Və sair 4'də 3, 4'də 5. Bu minvalla bu davam edir. Axırıncı olur 15'də 14, vur 15'də 16. İndi baxaq deməli. Hasıla baxaq. Baxırıq ki, bunlar ixtisar gedir. 3'də 4, 4'də 3 bir-birinin tərsidir, silir. Bu minvalla bu davam edir. İndi başda burada bizdə 2'də 1 qaldı. İndi görək sondan nə qalacaq. Deməli, fikir verirsinizsə, birinci 2'də 3 gəlib, sonra 3'də 2 gəlib. Yəni, böyük kəsir birinci gəlir, sonra onun tərsi gəlir. 3'də 4 gəlir, sonra 4'də 3 gəlir. İndi burada 15'də 14 gəlibsə, demək bundan qabaq 14'də 15, onun böyüsü var imiş. Yəni, düzgün olmayan kəsir var, sonra düzgünü gəlir. İndi amma 15'də bunlar gedəcək, yəni. 15'də 16 düzgün olmayan, bundan sonra gəlməli idi 16'da 15, amma gəlməyibsə, deməli 15'də 16'da qalacaq burada. Və vuranda cavab edəcək 15'də 8. Cavab A variantı. Keçsallıq növbəti sualı. Növbəti sual 41-ci sualda olarsa deyir A plus B cəminin müsbət qiymətini tapın. Bilirik ki, A plus B'nin kvadratı nəyə bərabərdir? A kvadrat, B kvadrat plus 2AB. A kvadratdan B kvadratı verib 34'dür. Yəni, onun əvəzinə 34 yazıram. 2AB deyilir, 2 vur 15 edir 30, alında 64. A plus B'nin kvadratı 64'dürsə, özü neçədir? Müsbət qiymətdən söhbət gedirsə 8. Davam edin növbəti sualına. 42-ci sualda deməli AB DY-yə paraleldir. Yəni bu xəttə paraleldir. BC DF-ə paraleldir. Bu xəttə paraleldir. Və ABC 110'dur. ABC buradır. 110 dərəcədir. YDF istəyir. YDF bura X. Görək necə tapırıq onu. Uşaqlar bunu tapmağın müxtəlif üsulları var. Cürbəcür üsullarını tapa bilərik. Məsələn, buradan C-dən bir dənə paralel xətt keçirə bilərəm AB-yə. Onda bura bir tərəfli bucaqların cəmi 180 olduğuna bura 70 dərəcə qalar. Və bilirik ki, bu bucaqla bu xəttlər də paraleldir. Bu xəttlə bu xətt paralel olduğu üçün görən səliqəyə salaq. Göstərdiyim, işarələdiyim bu bucaq xarici bir tərəfli bucaqlardır. Ona görə bura qalır 110 dərəcə. Xarici bir tərəfli bucaqların cəmi 180. 110-sa X-də neçə qalır? 70 dərəcə qalır. Cavab 70 dərəcə. Keçsallıq növbəti suala. Qırxıncı sualda deyir ki, ABD 70 dərəcədir. Bura 70 dərəcədir. DC parçası BDY bucağının təmböləndir. Yəni, bu bucağa bərabərdirsə, bilirik ki, bunlar ümumiyyətlə çarpaz bucaqlardır. Yəni, bu ümumilikdə 70 olacaq. Ona görə qalacaq 35. DSK bucağını istəyir. DSK bucağı, yəni bu bucaq. Və bu 35 ilə bu bir tərəfli bucaq. Daxili bir tərəfli. Daxili bir tərəfli bucaqların cəmi 180 olduğunu görə 180-dən 35-i çıxarsan, cavab olacaq 145 dərəcə. Keçsallıq növbəti sualı. 44-cü sualda belə bir üç bucaq verilib və AD, DC və BD. Deməli, biz bilirik ki, bu H-dır, bura A deyək, bura B deyək. Bunların hasili A vur B vur H. Neçə verilib? 125 verilib, üçü bir yerdə. Bizdən BD-ni, yəni H istəyir. Bərabər sual. Həm də biz düzbucaqlı üçbucaqda metrik münasibətlərdən bilirik ki, H kvadratı nəyə bərabərdir? A vur B-yə bərabərdir. Ona görə bunun əvəzinə H kvadratı yazaram. Vuraq H bərabər 125. H kubu 125 edirsə H olur 5. Cavab 5. Keçsallıq növbəti suala. Deməli, 45-ci sualda deyir ki, 10 detallı usta 3 günə, şagirdi isə 5 günə hazırlayır.
Usta və şagird birlikdə 560 detal neçə günə hazırlayır? Deməli, ustadan söhbət gedir. Usta 10 detal üçün 3 gün sərf edir. Şagird isə deməli 5 gün sərf edir. 10 detal üçün 5 gün sərf edir. Bunlar 560 detal neçə günə hazırlayır? Sual bundan ibarət. İndi biz belə eləyək, günləri bərabərləşdirək. Necə bərabərləşdirək? 3 ilə 5-ə ortaq belə deyək, əkop 15 gündür də. İndi biz belə eləyək, əgər bu 3 günə 10 detaldırsa, 15 günə neçə detal hazırlayacaq? 15 günə alacam ki, deməli, bu 5 dəfə artırmışıq, bu da 5 dəfə artıq olacaq 50 detal. Yəni, usta 15 günə 50 detal hazırlamış olacaq. İndi şagirdi də 15 günə gətirək. Deməli, bu 15 gün eləmək üçün 3-ə vururam 15 gün olur. Bu da 3-ə vururam 30 detal. Belə çıxır ki, 15 günə usta 50, 15 günə şagird 30 detal hazırlayır. Nəticədə bunlar birlikdə 15 günə 30 ilə 50-nin cəmi 80 detal hazırlayırlar. 15 günə 80 detal hazırladılar. Və bizdən 560 detal istənilir. 560-ı da yazıraq bunun altından. 560 detala da deyək ki, x gün. Bu tənasibi nə etməliyik? Həll eləməliyik. Buradan tənasibi həll eləsəm, x 560-ı deməli 7-yə böləndə 80 edir. Və bu da 7-yə böləndə 15 eləməlidir. Yəni, qısa konkret 15-i 7-yə vuracam. 7 daha 70, bu da 35 eləyir 105. Cavab olur 105 gün. Növbəti suala keçsək. 46-cı sual çoxluqlara aid bir sualdır. Deyir, 3 NA bərabərdir MB, NA minus B 5-dir. Bir dənə Venn diaqramı çəkək burada. NA kəsişir B-ni. Deməli, NA minus B burada. Bura A yazaq, bura B yazaq. MB minus A 19. Kəsişməni istəyir, bura bir X yazaq. Və qaydaq birinci şərtə fikir verirsə 3 NA. NA neçədir? NA elementlərin sayı x plus 5'dir. X plus 5'i vurursan 3'ə bərabərdir. MB'ye. MB nədir? X plus 19. X plus 19. Deməli, buradan alırıq 3x plus 15 bərabərdir x plus 19. 2x bərabər alırıq 4. X bərabər alırsan 2. Deməli, kəsişmə 2 imiş. Növbəti suala keçsək. 47-ci sualda fikir verirsə, deyil bu ifadənin verilib, deyil ifadənin qiymətini tapır. Deməli, biz bu kvadratını açıb da yaza bilərik. Kvadratını açsaq nəyə aranır burada? A kvadrat, B kvadrat, 2AB bərabərdir 4AB. 4AB-ni sola keçsək, olur A kvadrat, B kvadrat, çıx 2AB qalacaq. 2AB-dən 4AB-ni çıxanda mənfi 2AB bərabər 0. Bu da A çıx B-nin kvadratı bərabər 0. Buradan anılır ki, A çıx B özü nə imiş? 0 imiş. Yatıb 0'ı yerinə yazsam, 0'ın isə 4 cavab edir 4. Keçid alıb, növbəti suala. Növbəti sualımızda, deməli, deyir, bu ifadənin qiymətini tap. Bu ifadədə fikir verirsə, birinci 2 dənə kök 3-dən kök 15-dən kök 3 çıxır qarşıya, nə qalır? 1 plus kök 5. Çıxar, bu kök 2 ilə kök 10-dan da mənfi kök 2 qarşıya çıxır. Qalır 1, yerində qalır 1 plus kök 5. Və məxrəz də kök 3 çıxaq kök 2-dir. Hələ ki, bunu sadələşdirək, sonda vurarıq. Bərabərdir. Sürətdə hər ikisində 1 plus kök 5 var. 1 plus kök 5-i qarşıya çıxardığından sonra yerinə nə qalır? Kök 3 çıx kök 2 qalır. Məxrəzdə də kök 3 çıx kök 2 var. Bunlar ixtisar edəcək, qalacaq 1 plus kök 5. Və sonra onu bu ədədə vurmaq tələb olunur. Yəni 1 plus kök 5-i də kök 5 çıx 1'ə vuranda müxtəsər vurma düsturuna görə birincinin kvadratı çıx ikincinin kvadratı edir cavab 4. Keçsək növbəti suala. Aralanış məsafə 960 km iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşür. Onlardan birincisi bu yol 16 saata, o birisi 14 saata gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Deməli, bilirik ki, ümumiyyətlə
Qarşı-qarşıya hərəkətdə görüşmə V1 plus V2 vur T. Görüşmə anına qədər düsturumuz budur da V1 plus V2 vur T. T görüşmə vaxtı. İndi biz V1'i bilmirik. V1'i bilmək üçün deməli V1 bərabərdir 960'ı bölürəm neçəyə? 16'ya. Düşür 60. Deməli birinci 60 ilə gedir. İkinci də V2'ni tapmaq üçün 960'ı bölürəm 14'ə. 2'yə qısa gedir. 480 bölü 7 qalır. Bundan sonra nə iş görürük? Görüşənə qədər birinci avtomobil nə qədər? Görüşmə vaxtını tapaq. Görüşmə vaxtı necə tapılır? V1 plus V2 vur T bərabərdir 960. V1 neçədir bizə? 60. 60 plus 7'də 480 vur T bərabərdir 960. Buradan 60 qarşıya çıxır. Qalır 60 vuraq. 1 plus 7'də 8 vur T bərabərdir 960. 960'dan 60 ixtisar gedir. Qalır burada 16. Deməli 1 plus 7'də 8'in cavabı neçə eləyir? 7'də 15. 7'də 15 T bərabərdir 16'ya. T bərabər olur. 15 T bərabər olur. 7 vur 16. 7 10 70. Bu da 42. 112. T bərabər olur. 15'də 112. Neyse T'ni aldıq. İndi bizə deyək ki, birinci avtomobil görüşənə qədər nə qədər yol gedər? Görüşənə qədər birinci avtomobilin yolu S bərabərdir. V1 vur T kimi tapılır. Burada biz səhvə yol vermədik. 60 qarşıya çıxardığında 8 qaldı. Düz hesablamışıq burada. Deməli S bərabərdir V1 T. V1 deməli sürətini almışdıq. 60 idi. 60 vuraq T. 15'də 112. Çünki birincinin getdiyi yol istəyir bizdən. Bunlar ixtisar gedir 4 qalır. 412'yə vuranda 448 eləyir. Keçsallıq növbəti suala. Növbəti sualda 50-ci sual. Deyək ki, D düz xətti A və B mərkəzdə çevrələrə uyğun olaraq C və D nöqtələrinə toxunur. Nəysə, bunları verib, bizə deyək ki, bu çevrələr arasındakı ən qısa məsafəni tap. Ən qısa məsafə, deməli, əvvəlcə mən anabini birləşdirirəm. Bilirik ki, onda bura 6 olacaq, radius olduğu üçün burada 16 olacaq. Ən qısa məsafə isə burada. Yəni, çevrələr arasında ən qısa məsafə bir-birinə ən yaxın nöqtələr arasında olan məsafə. Bizə lazımdır qırmızı xəttin uzunluğu. Və bu qırmızı xətti tapmaq üçün AB-ni tapsam və 6 və 16'na çıxsam qırmızı xətti almış olaram. AB-ni necə tapacaq? Ondan ötürü deməli belə eləyək. Buradan bu xətti birləşdirək. Eğer bura 6 idisə, deməli burada 6 olur. Yuxarıya qalır 10. Və buradan bura 24 ise, deməli bu da 24 olur. Fagor teoremine görə AB kvadrat olur, bərabərdir 10'un kvadratı plus 24'ün kvadratı. Bu da 676 eləyir və AB-ni alırıq 26. AB 26'dırsa, deməli 26'dan 16 və 6'nı çıxanda qalacaq, x-ə qalacaq 4. Cavab olur 4. Keçsallıq növbəti suala. 51-ci sualda 180 kilogram 20% duz məhluluna nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluğu 24% olsun. Deməli, 180 kilograma 20% uyğundur. Nə qədər su buxarlandırmaq ki, 24% olsun. 24%'ə də olsun x kilogram. Tənasibi həll eləsək, amma bunlar necə mütənasib kəmiyyətlərdir ona baxaq. Bunlar tərs mütənasib kəmiyyətlərdir. Çünki su buxarlanırsa duzluluq artır. Tərs mütənasib kəmiyyətlərdə hasil yanaşı olur. Yəni 24'ü vururuq x-ə, 180'i də vururuq 20'yə. 24 ilə 180 ixtisar gedir 6'ya. Deməli burada 30 qalır, burada qalır 4. 4 ilə də bu 20 gedir, burada qalır 5. X bərabər aldıq 150. Deməli x-i 150 kilogram aldıq. İndi bura 150'ni yazsam, deməli mən nə qədər buxarlandırmalıyam? 180'dən 150'ni çıxırıq.
30 kilogram buxarlandırılmalıdır deməli. Keçid alın növbəti suala. 52-ci sualda perimetri 60 olan ABC, YDF figurunda ABC, ADF və DC'yi üçbucaqları bərabər tərəflidir. AC-ni soruşur. Bu 3 dənə üçbucaq bərabər tərəflidirsə, bura A desəm, bu da A olacaq. Buna B desəm, bu da B olacaq. Onda bu AC A plus B ise deməli bu da A plus B olacaq. Çünki AC A plus B olur bura. Ona görə bütün tərəflər A plus B olacaq. Və perimetri figurun 60 idi. Bu perimetri tapanda ümumi figurun perimetri tərəflərin cəmidir. Neçə dənə A var burada? 1, 2, 3, 4. 4A üstə gəl. B də yəqin 4 dənə olacaq. 1, 2, 3. 4 dənə də B var. 4B bərabərdir 60. Buradan A plus B-ni alırıq. Hər tərəfi 4-ə bölsək 15. Belə çıxır bizdən nəyi soruşurdu? AC-ni soruşur. AC ilə A plus B olduğu üçün cavab olacaq 15. Keçid alıq növbəti suala. Üçüncü sualda 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa, X qəzetini oxuyanların, deməli, belə eləyək. X qəzetini oxuyanlar olsun, bu Y qəzetini oxuyanlar olsun. Belə eləyək, deməli, hər ikisi oxuyanların sayı oxumayanların, belə çıxır ki, M nəfər bura desəm, əgər mən M nəfər burada götürsəm, oxumayanlar da M nəfər olacaq. Və qrup 80 nəfərlik bir qrupdur. Bir də bizə deyir ki, X qəzetini oxuyanların sayı, Y qəzetini oxuyanların sayının 4 mislidir. Belə eləyək, bura A desəm, onda X'in sayı nə olacaq? NX olacaq. 4 vur A plus M. NY də olacaq. M plus A. Və kəsişmə də olur. X kəsişmə Y bərabərdir M. Bilirik ki, düsturumuza görə, çoxluqlar arasında birləşmə düsturuna görə birləşmə bərabərdir. Birləşməsinə də burada deməli nə qədər düşəcək? Cəmi 80 nəfər adam varsa, oxumayanların sayı M-dirsə, birləşmə olacaq 80 minus M. N, X birləşir Y bərabərdir 80 çıxaq M. Və düsturu tətbiq eləsək, düsturda bilirik ki, NX plus NY minus kəsişmə bərabərdir birləşməni verir. Ona görə bunları cəmləyirəm. Bunları cəmləyəndə 4A plus 4M eləyir. 4A plus 4M. Üstə gəl Y, M plus A. Çıx kəsişmə. Kəsişməni buraya yazmışam. Bərabərdir 80 çıxaq M. Buradan mənfi M-lər gedəcək. Qalacaq 5A üstə gəl 5M bərabərdir 80-ə. A plus M alırıq 16. A plus M fikir versə Y çoxluğunun elementlərin sayıdır. Və bizdən X-i istəyir. X də bilirik ki, Y-in 4 mislidir. Y-in 4 mislini, deməli bunu 4-ə vururuq. A plus M-i 4-ə vuranda, burada yerinə yazanda 4 vur 16 eləyəcək 64. Cavab olacaq 64. Keçirik növbəti suala. Növbəti sualımızda A kvadrat, B kvadrat, 6AB olursa bu ifadəsinin qiyməti istənilir bizdən. Belə eləyək. Deməli, A kvadrat plus B kvadrat bərabər 6AB-dirsə, hər tərəfə 2AB əlavə eləyək. 2AB plus B kvadrat bərabər olur 8AB. Bu nə deməkdir? A plus B-nin kvadratı oldu 8AB. A plus B özü nə eləyəcək? Kök altında 8AB. Burada bunları böyük sıfır verir, buna görə mənfi olmayacaq. Digər tərəfdən, indi hər tərəfdən bu bərabərlikdə hər tərəfdən 2AB çıxıram. Olur A kvadrat çıx 2AB plus B kvadrat. Bərabər bundan 2AB çıxan nə qalacaq? 4AB. A minus B-nin kvadratı bərabər olur 4AB. A minus B özü nə olur? Kök altında 4AB. Və A B-dən böyük olduğu üçün müsbət olacaq.
Gətirib ifadədə yerinə yazsaq, kök altda 8AB bölək kök altda 4AB. Cavab nə edəcək? Kök 2 edəcək. Keç sallıq 55-ci sualı. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Bu bucaqları tapın. Qonşu bucaqlar haqqında bilirik ki, deməli birinin 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərsə, qonşu bucaqlar alfa və beta olsun. Onda 3 alfa bərabərdir 2 beta olacaq. Və bir də bilirik ki, cəmi neçə dərəcə olur? 180 dərəcə olur. Bu sistemi həll etmək lazımdır. Bunun hər tərəfini 2-yə vuraq. İkincinin hər tərəfini 2-yə vursam olur 2 alfa üstə gəl 2 beta bərabərdir 360 dərəcə. Bu 2 betanın əvəzinə burada yaza bilərəm 2 betanın əvəzinə 3 alfa. Olur 5 alfa. 5 alfa bərabərdir 360. Alfa bərabər neçə alırıq? 72 dərəcə. Və bu bucaqları soruşurdu. Deməli biri 72-dirsə, digər neçə olacaq? 108 dərəcə olacaq. Növbəti sual mən bilən yoxdur. Suallar bitdi. Azərbaycan dil gəlir. Çox sağ olun uşaqlar. Növbəti dərslərdə görüşəlim.